Rusiyada yaşayan bəzi talışlardan mənə etirazlar gəlib. Düzdür, bu elə də çox deyil, amma bəzi etirazlar var ki, niyə Rusiya əleyhinə danışıram, niyə Rusiyanın talışların əleyhinə olduğunu deyirəm. Bu gün bu məsələyə aydınlıq gətirmək istəyirəm və məsələni göstərmək istəyirəm ki, burada mənim şəxsi mövqeyim yox, sırf faktlar ortadadır. Yəni onu qeyd edim ki, bu ilin yay ayında bizim Zahirəddin İbrahimov, hansı ki Rusiyanı dönə-dönə tərifləyən adamdır o da, sizin kimi, ona Azərbaycana təhvil veriblər. Özü də vətəndaşlığını ləğv edərək Azərbaycana təhvil veriblər. Bu çox təhqiramiz bir şəkildir. Yəni bu talışlara qarşı bir təhqirdir. Bundan əvvəl də, yəni Rusiyada Fəxrəddin Abbasovu Azərbaycana vermişdilər. Düzdür, Azərbaycan vətəndaşı idi, Abbasov Rusiya vətəndaşlığı hələ almamışdı. Amma yenə də Rusiyada bir qaçqın kimi sığınmışdı və ona sığınmış birini Rusiya Azərbaycana verdi və bunu da pulsuz eləməyib. 72 milyon dolların qarşılığında eləyib. Mən Zahirəddin İbrahimovun nəyin qarşılığında Azərbaycana verildiyini bilmirəm. Amma Fəxrəddin Abbasov 72 milyon dollar qarşılığında, yəni bu pul Putinə çatıbdır. Onu Azərbaycana təhvil veriblər, satıblar, belə deyim. Və bu rusların ilk dəfədirmi tarixdə talışlara qarşı satqınçılığıdır? Xeyr. Yəni bundan əvvəl də biz tarixdə dəfələrlə Rusiyanın talışlara qarşı olduğunu görmüşük. Bizim 3 dövlətimiz dağıdılıb ruslar tərəfindən və Azərbaycana verilibdir. Talış xanlığı ilk olaraq dağıdılan bir dövlət quruluşumuzdur. Bizim milli iradəmizin, milli düşüncəmizin gəldiyi xanlıq, bizim formalaşdığımız bir xanlıq, bizim xalqın adını daşıyan bir dövləti ruslar dağıdıbdır. Və onu dağıtmaq bir yana iki yerə bölübdür. Bir tərəfimiz İranda qalıb, o bir tərəfimiz qalıb Rusiyada. Və bu dağıtma daha sonra Muğan Sovet Respublikasına da olubdur. Muğan Sovet Respublikası Sovetlərin siyasətini dəstəkləyən sosialist hərəkatın yetişdirdiyi bir dövlət olub. Təsəvvür edin, bizim belə bir dövlətimizi də ruslar dağıdıbdır, yenə də Azərbaycana verib. Üçüncü məsələ də, yəni çox keçməyib üstündən 1990-cı il hadisələri, Əlişən Minbatov məsələsi, Talış Muğan Muxtar Respublikasının yaradılması. Talış Muğan Muxtar Respublikası Azərbaycan tarixində yeganə demokratik qurumdur. Və Cənubi Qafqazda ilk demokratik qurumdur, müasir dövrümüzdə yaradılıbdır. Və bunu da zor gücünə dağıdıblar və kimin burada ən böyük əli olub? Rusiyanın. Yəni Rusiya artıq özünü tarixdə dəfələrlə bizə qarşı göstəribdir. Və bu, yenə deyirəm, birinci dəfə də baş vermir və axırıncı dəfə də baş vermir və bu davam edir və davam edə də bilər. Ruslar yenə bizdən kimisə Azərbaycana təhvil verə bilər. Yəni bunu daim gözləmək lazımdır. Bunu daim nəzarətdə saxlamaq lazımdır. Və bunun qarşısını almaq o deyil ki, biz ruslara qarşı daha belə yaxın olaq, daha necə deyim, onların dediklərini daha çox eləyək. Xeyr, rusların siyasət dili, rusların başa düşmə, qanma bacarığı tamam başqa cür işləyir. Ruslar güc qarşısında ancaq nə hiss edə bilirlər. Yəni siz onlara nə qədər sadiq olursunuz olun, nə qədər onların maraqlarını qoruyun. Bu onlar üçün maraqlı deyil. Heç bir şey maraqlı deyil onlar üçün. Onlar üçün maraqlı bir şey var. Mənə bu dəqiqə nə sərf edir? Heç sabah da fikirləşmirlər, sabah nə olacaq, nə olmayacaq. Bu gün misal üçün Fəxrəddin Abbaszadəni biz Azərbaycana verdik, pul qazandıq, əla. Putinin düşündüyü budur. Putinin bundan artıq düşüncəsi yoxdur. Nə bilim, burada hər hansı bir talış marağını qoysun, heç veclərinə deyil. Bu Mariya Zaxarovanın mən bu bizim İbrahimovla bağlı, Zahirəddin İbrahimovla bağlı çıxışına baxdım.
sual verir erməni jurnalist ki, bəs Zahirəddini siz Azərbaycana vermisiniz, bu necə baş verib? Deyir, belə də olmalıydı da, vətəndaşlıqdan çaldıq, bizim dövlətə qarşı iş görmüşdü və Azərbaycana verdik. Çox belə sadə, yəni heç bir izah yoxdur. Jurnalist də danlayır ki, bu sualı niyə verirsiniz mənə? Və məsələ də budur ki, bunların dövlətə güya xəyanət etdiyi, Rusiya dövlətinə xəyanət etdiyi adam məndən şəxsən sözlə dalaşırdı ki, telefonda. Sən kimsən, Putini xoşlamırsan? Sən kimsən, Rusiyağı xoşlamırsan? Rusiya olmasa talışlar, dağlar, gedər. Yəni bu tip adamı Zahirəddindən söhbət edirəm. Rusiya götürdü, verdi Azərbaycana. Öz vətəndaşı olub. Yəni Rusiya göstərdi ki, onun pasportu tualet kağızından başqa bir şey deyil. Yəni bu gün sənə verəcək, sabah alacaq, deyəcək sağ ol. Ged Azərbaycanda nə edirsən elə. Bu Rusiyadır. Və onların özünün özünə hörməti yoxdur. Yəni bu gün misal üçün Putin düşünsə ki, Azərbaycandan ona hər hansısa bir 100-150 milyon dollarlıq bir təklif var, hansısa bir Rusiyanı satmalıdır və yaxud öldürməlidir. Bunu eləyəcək. Yəni bunlar sırf pula hesablanmış, heç bir dini inancı olmayan, heç bir ideologiyası olmayan, sırf praqmatik, pula hesablanmış siyasət yürüdürlər. Yəni pulumu ver, gəl anamı da elə. Yəni bunların siyasəti başqa bir şey deyil. Rusiyanın tarixdə başqa cür siyasəti də olmayıb. Rusiyanın ən nümunəvi siyasəti mənə görə Leninin hakimiyyəti dövründə olubdu. Mən bu dövrü yeganə bir dövr sayıram ki, orada hər şey normal münasibətlər olub, cəmiyyət münasibətləri olub və bundan bir qədər əvvəl imperiya dövründə parlamentin yaradılması və bəzi demokratik proseslərin olması onun da sonu oldu ki, Rusiya dağıldı. Yəni demokratiyanı birdən-birə gördü, dözə bilmədi. Hələ bundan başqa Rusiyanın tarixində hansısa bir fəxr ediləsi, hansısa bir ağız dolusu danışılacaq bir tarix yoxdur. Düzdür, Azərbaycan dövləti ilə müqayisə etsəz, Rusiya 1000 dəfə yaxşıdır. Azərbaycanla vallahi Şimali Koreyanı müqayisə etməyə başlayırlar. Belə getsə bizim işimiz ağırdır. Amma ümumilikdə bir super güc olaraq Rusiya çox təhqiredici bir qüvvədir. Özünə qarşı təhqiredicidir. Yəni dövlət dəyərləri yoxdur. Hər hansı bir prinsipial dəyərləri yoxdur. Təsəvvür eləyin ki, Rusiya bu boyda güc özünə ən yaxın mədəniyyət Ukraynadır. Ukraynanı qırdı, tökdü. Yəni Rusiyanın Ukraynada nə qədər öz dinindən, öz dilindən olan insanları var. Milyonlarla insan. Bu dövləti, misal üçün Türkiyə Azərbaycanı necə pişim-pişim eləyir? İdeologiya siyasəti yeridir, təşkilatlar yaradır, nəysə Azərbaycanı özünə çəkməyə çalışır. Düzdür, mən bunu xoşlamıram, amma Türkiyə yəni gedib Azərbaycana birbaşa hər hansı bir silah ataram, onu eləyərəm, bunu eləyərəm tipində bir müdaxilə eləmir ki. İdeoloji yolla müdaxilə eləyir. Biz də ideoloji yolla özümüzü qorumalıyıq. Amma Rusiya özünə ən yaxın, yəni Azərbaycan üçün Türkiyə nədirsə, Ukrayna üçün Rusiya o idi. Rusiya özünə ən yaxın ölkəni bu cür münasibətlə özündən uzaqlaşdırdı. İndi də girib o milləti qırır. Yəni öz millətindən, öz dinindən, qanunundan olan bir millətə qarşı belə bir iş görən Rus talışa nələr eləyər? Başa düşürsünüz? Nələr eləyər? Allah bilir. Ona görə bizim gücümüz olmalıdır. Yəni talışların bir strateji gücü olmalıdır. Rusiyanın başa düşdüyü budur. Yəni gücün varsa səni sayacaq. Gücün yoxdursa yenə deyirəm, nə edirsən elə? Ürəyin istədiyi qədər iş gör, ürəyin istədiyi qədər ona sadiq ol. Nə bilim Putin təriflə, hansı ki Zahirəddin eləyirdi. Putin təriflə, Rusiyanın təriflə, nə bilim bunların keçmişini təriflə, onu təriflə, bunu təriflə, xeyri yoxdur. Bunun heç bir xeyri olası deyil. Həmçinin bu qətiyyən, yenə deyirəm, ruslara qarşı, rus dilinə qarşı bir reaksiya kimi də görünməməlidir.
Rus cəmiyyəti ilə biz işləməliyik, orada çoxlu alimlər var, gözəl insanlar var, mədəniyyəti var, keçmişi var, yazıçısı var, bunun dili var. Bunlar bizə yad bir şey kimi gəlməməlidir. Yəni biz bu məsələlərdə inteqrasiya olunmalıyıq, onlarla əlaqələrimizi qorumalıyıq. Burada Rus cəmiyyətinin heç bir günahını görmək istəmirəm, çünki Azərbaycan cəmiyyəti ondan da beş bətərdir, bizim cəmiyyət ondan da beş bətərdir. Yəni dövlətə müdaxilə edə bilmirik. Belə bir ortamda ruslara ağız büzmək ki, siz dövlətiniz bu gündədir, bu da düzgün çıxmaz. Amma dövlət olaraq Rusiya ilə ehtiyatlı olmaq lazımdır və güc göstərmək lazımdır.